Ötən dərslərdə qeyd elədik ki, bir sıra rivayətlər ki, Allah mütealının zatı ilə düz gəlmir, amma Vəhabilər ya Sünnilər kitablarında bu rivayətləri nəql eləyiblər. Etiqad bəsləyiblər, bəsləməyiblər, orada özləri bilərlər, Allahları bilər. Biz onların qəlbindən keçən fikirlərə hökm eləyə bilmərik, amma kitablarında gələni oxuyuruq ki, bu sözləri deyiblər. Əşşabbul əmrət hədislərini oxuduq. Onlar Allah'ını təsəvvür eləyiblər, cavan uşaqdır, üzündə tükü yoxdur. Allahın heyətindən də bəzi rivayətləri oxuduq ki, Allah Adəmi öz formasına yarattı, nə bilim 60 zira idi. Digər bir bölüm rivayətlər ki, Allahın görünməsi ilə bağlı, bilmirəm, o rivayətlərini oxudum, oxumadım. Allahı 14 gecəlik ay kimi görəcəklər. O rivayətlərin elə bilən bəzilərinə işarə eləmişdim. Oxumamışamsa da bir dənə heç olmasa təbərrükən bir rivayət oxuyaq. Səhih Buxaridə hədisin nömrəsi 554 filankəsdən Ən Qeys Ən Cərir ibn Abdullah Peyğəmbərin məhzərində əyləşmişdik. Ayda bədirləmişdi, yəni ayın 14-cü gecəsi idi. Baxdı aya, siz bu aya baxıb gördüyünüz kimi Allaha da bu cür baxıb görəcəksiniz və tudamın yəni zərər görməyəcəksiniz. Yəni məsələn gözünüz narahat olmayacaq. Bu Buxaridə gələn bir rivayətdir. Müslimdə təxminən həmin məzmunda rivayət vardır. Müslimdə gələn rivayətdə oxuyum. Buyurur ki, sonra deyir Allah gələcək onların yanına, deyəcək ki, kimi gözləyirsiniz? Deyəcəklər Rəbbimizi. Fəyəqulu ənə Rəbbukum. Sizin Rəbbiniz mənəm. Fəyəqul hətta nənzura iləyk. İstəyirik səni baxıb görək. Allah gülər halda özünü onlara göstərəcək. Qal fəyəntəqliqunə bihim və yəttəbiunə. Sonra düşüb Allahın dalıcan gedəcəklər. Səhih Müslimdə 1-ci səhifə 177-də hədisin nömrəsi 191. Deməli, ikinci bir nadürüst fikir ki, Allaha nisbət veriblər, Allahın adı gözdən görsənməsidir. Qeyd elədik, o dəfəki dərsdə də, o dəfəki söhbətimizdə də qeyd elədik ki, bir dəfə Allahın mənəvi baxışla görünməyinə danışırıq, bunun bir problemi yoxdur. Necə ki, məsələn, bir nəfər, istəyirəm misal vuram ki, zehnimiz yaxınlaşsın. Bir nəfər indi anadı balasının xəyalına canlandırır, ya məsələn bir oğlandır, bir sevdiyi qızı. Zehnində onunla danışır, onunla baxır, kef eləyir. Mənəvi bir ləzzət alır, amma görməyir. Hansısa beynində bir şey yaradı, görür. Bir dəfə, yəni mənəvi baxışdan danışır, bu zehnin aləmində, qəlbinin dərinliyində bir şey Allah təsəvvür edir, məsələn, baxış verir. Bir dəfə deyir, baxmaqdan, gözlə baxmaqdan. O ki, İslam qəti şəkildə, imamlarımız qəti şəkildə müharibə eləyib, gözlə baxıb görməkdir. Amma qəlbinlə Allahı görmək. Necə olur, mən bilmirəm. Allah bilər, Peyğəmbər, imam, övliya Allah bilərlər, qəlbinlə Allahı necə görürlər. Mən deyəmərəm, amma həqiqəti necədir. Amma Peyğəmbər və imam qəlbin gözünə Allahı görməkdən etiraz eləməyiblər. O ki, etiraz eləyiblər, deyiblər ki, Allah gözlə, yəni bu bədənin gözlə baxıb görür. Amma qəlb necə görür ki, imanın həqiqətini dərk edir. O dərk nə demək, nətərdir, onu ariflər bilər, Allah, Peyğəmbər və övliya Allah bilər. Amma burasını bilək ki, yəni bizdə də bu qadağan olunmayıb. Bizim bunlarla davamımız nədir? Bunlar deyir ki, əyanən görəcək, yəni beləcə baxıb görəcəklər. Bu haramdır, bu haram yox, bidətdir, yəni belə bir şey ola bilməz. Allah necə bir gözlə baxıb görülsün? Allah cisimdir ki, görülsün. Bununla davamımız var. Əgər desələr ki, bunlar hamısı məcazi ifadələrdir, Allahın yəni belə deyək, batinin o ləzzəti alacaqlar, misal verir. Necə ki, bir ana əskəlidə oğlun təsəvvürü bundan bir ləzzət alır, onun xəyalını düşünməyinə, bir oğlan bir qız ya bir qız oğlanı xəyalında canlandırıb ləzzət alır. Bu baxışdan, o zehnin aləmində, dərinliyində baxıb ləzzət alır. Bu cür bir mənəvi ləzzətdən danışırlarsa, heç problem yoxdur və əli eləsəm deyir ki, mən görmədiyim Allaha ibadət eləmərəm. Bu baxışdan problem yoxdur. Qəlbin baxışı. Gen deyirəm, bu misalım da batil misaldır, yersiz misaldır. Ana ilə balanın, qızla oğlanın. Bu məcazi istəyirəm, zehnim yaxınlaşsın. Zehinləri yaxınlaşdırım. Bu cür ifadə, bu cür söz tapa bilmir. Bu cür bu baxış, yəni batinən yaşayır o aləmi, kef eləyir o aləmdə, ləzzət alır. Bu baxış olar, amma bunlar deyirlər, yox, hədisdə nə gəlibsə zahiri. Əyanən, yəni belə baxacaqlar. Peyğəmbər işarədə o ayı görürsünüz, 14 gecəlik ayı, o cür görəcəksiniz Allahı. Yəni bu gözünlə belə baxıb görəcəksiniz. Davamız onun davasıdır. Ən, belə deyək, gülünc deyək, ən xoşa gəlməz vəsflərdən ki deyiblər, Allahın ərşində oturub və ərşin zırıldamağı məsələsi. Çox qəribədir, yəni, ən mötəbər kitablarında belə bu rivayətə işarə eləyiblər. Deyir ki, Əbu Davud Sicistani, yəni Sünən Əbu Davudda, ki, onların 6 kitablarından biridir, 4-cü cüzdə, səhifə 232-də, hədisin nömrəsi 4726-da.
Deyir ki, vay olsun sənə, heç bilirsən ki, Allah nədir və ərşində necə oturur? İnnə ərşəh ələ səmavati ilə hakədə. Həqiqətən onun ərşi səmavatda nə isə işə bu cürdür. Gör Peyğəmbər deyir də belə. Və qalə bi isbə'ihi mislil qubbə. Barmağıyla belə elədi. Qubbə kimi, yəni bir cümbəs kimi şey cızdır havada. Mislil qubbə aleyhi. Və innəhu ləyəittu bihi atitər rəhli bir rakib. Deyir ki, o yəhərin üstündəki o taxtaları olur. Taxta ki təzə qoyularsa, sürtünmədə o cırıltı səsi verir. Ha? Deyir ki, Allah Taala ərşində oturur və onun o ərşi altında cırıldır. O taxta dəmirə sürtünən bir tər səs verər. O cırıltı səsi. Allah Taala oturur ərşində və ərş onun altında cırıldayır. Sünəni Darəmidə 3-cü cüz Kitab-ı Riqaqda 3-cü səhifə 1845, hədisin nömrəsi 2842-də Quran-ı Kərim Məqamul Məhmuddan danışır. O nədir? O gündür ki, Allah Taala öz kürsüsündə əyləşər. Çünki bunlarda iki şey vardı. Şeylərdə Quran istilahları iki cür batil təvil eləyiblər. Ərş və kursi Quran-ı Kərimin və hədislərin təsdiq elədiyi bir həqiqətlərdirlər. Biz və klassik əhli sünnə təvil eləyirik bunları, başqa mənalara yozuruq. Amma əhli hədis ki, qədim dövrdə vardı və indi vəhabilər sünnilərin içindən deyirlər ki, hədisin zahirinə nə gəlibsə o cür götürəcəyik. Başqa yerə yozmaq olmaz. Ərş, yəni taxtac, kürsi, yəni ustul. Başqa şey ola bilməz. Quranda da eyni cür baxırlar. Quranda da eyni cür təfsir eləyirlər. Sünnilərlə şiyələr deyirlər ki, təvil eləməli ki, Allahın məqamına layiq olsun. Bizdə imamlarımız məsələni demək olar ki, həll eləyiblər. Deyiblər ki, ərş sözünün neçə dənə mənası vardır. Cürbəcür ayədə, cürbəcür müxtəlif mənalarda gələ bilər. Yəni, ərş omonimdir. Ərş sözü imamların təfsirinə əsasən omonim ləfzdir. Yəni, çox mənalıdır, müştərək ləfzidir. Mümkündür bu ayədə bir mənada olar, başqa bir ayədə başqa mənada olar. Bəli, həmən mənası ilə də İmam Rıza Əleyhisselam rivayətində vardı ki, Allah Taala bir taxtaz düzəltdirib, amma Allahın taxtaca ehtiyacı yoxdur. Allah nə insan döyür, nə padişah döyür, taxtın üstündə otursun belə. Amma Allah Taala hər bir padişahın taxtacı onun əzəmətini bəyan elədiyi kimi, sanki o əzəmətin, qüdrətin, cəlalın sübut eləmək üçün mələklərə, göy aləminə bir məxluq düzəldib, adını ərş qoyub. Ərşin maddi mənası gəlib rivayətlərimizdə. Yəni İmam təkidlə Məmunun məclisində təkid eləyir ki, Allahın oturacaq ehtiyacı yoxdur, nə də oturmur. Amma o əzəmətin bəyan eləməsi, necə məsələn bir qəsrə girirsən, bir padişahın qəsrə, ay Allah, bu qəsr nədir belə? Dəhşətə gətirir insanı, onu heyrətdə qoyur. Allah mələklərin, göy aləmin heyrətdə qoyması, əzəmətin bəyan eləməsi üçün bir azza olsa Allahın əzəmətini dərk eləsinlər, elə bir qəribə bir məxluq düzəldib, adını ərş qoyub. Necə hər bir padişahın bir taxtı, tacı olur, onun əzəmətini bəyan eləyir, Allah da bir şey düzəldib. Və əmr eləyib mələklərə ki, onu daşısınlar. Və 8-lə deyə mələk onu daşıyır. Bu bir mənası, başqa bir mənasında elm mənası, ərş yəni Allahın elmi, ərş yəni qeyb. Var rivayətlərimizdə ki, kursi Allahın belədir, qeyb elminin zahiridir. Ərş isə qeyb elminin batını. Qeyb onsuz da qeybdir. Onun da zahiri və batini var. Zahiri kursidir, batini ərşdir. Xülasə imamlarımız ərşi cürbəcür mənalara həml eləyiblər ki, maddi mənası da var, mənəvi mənası da. Maddi mənasına qəbul eləyiblər. Amma qəbul eləməyiblər ki, Allah onun üstündə oturur. İmam Əleyhisselam buyurur ki, əzəmətli bir məxluqdur. Necə Kəbəyə baxırıq, Allahın ibadəti yadımıza düşür, Allahın əzəməti yadımıza düşür, Allahın müqəddəsliyi yadımıza düşür. Ərşdə birdən Allah məxluqlarından bir məxluqdur. Nə Allah ona ehtiyacı var, xəlq elədi ki, məhv deyil, heç nə də olmaz Allaha. Nəinki də Allah gəlib onun üstündə oturur. Allah nə oturan deyil, oturmağa ehtiyacı yoxdur. Bunlar deyiblər, yox. Ərş, yəni taxtac, yəni Allah gəlib onu oturur və ərşin güc satını başlayır cırıldamağa. Yəittu, hətta yəittu eyni ibarələri. Lüğətdə deyirlər ki, təzə bir ustulda ya təzə bir şey otanda ki, başlayır cırıldamaq, ona deyirlər hətta yəittu. Nəysə. Deyir ki, İbn Məsud deyir, qalə, qilə ləhum məl məqamul məhmud. Məqamul məhmud nədir? Qalə, zəkə yevmun yənzilullah Teala alə kursiyyih. Allah Teala həmən gün kürsüsünün gəlib oturar orada. Yəittu kəmə yəittu rəhlul cədid. Təzə kürsü ya təzə mini oturanda ki, necə cırıldayan kimi onun altında Allahın altında cırıldayar. Min tadayuqihi bihi. Çünki yerləşmir ora, başlayır elə bil Allah yekədir yerləşmir ora, başlayır cırıldama.
Və huve kəsi'ati ma beynəs səmai vəl ard və həmən o kürsünün də genişliyi göy və yerin arasından böyükdür, onu əhatə edə bilir. Və bu rivayətlərdən də neçə başqa kitablarda çox gəlib. Yəni bu bir dənə bu kitabdır. Hakim Nisaburi'nin kitabında var və Hakim Nisaburi heyfdir bu sözü oxuyum. Eyni həmən rivayət mümkün deyirlər ki, bəlkə zəif rivayətdir bu dediyimiz. Eyni həmən o rivayəti Hakim Nisaburi deməli 2-ci cüzdə, Müstədrək əl-Səhihində 2-ci cüzdə, səhifə 364-də, hədisin nömrəsi 3437-də deyir ki: "Yevme yenzilullah fihi ala kursiyyi." O bir gündür ki, Allah Teala həmən günü gəlib kürsüsündə, yəni o stulunda oturacaq. "Ya'ittu bihi kema ya'ittur rahl." Həmən o kürsüsündə oturan zaman o kürsü başlayacaq cırıldamağa. Min tadayuqihi. Çünki o ağırlığından sıxılıb ki, Allah Teala sıxır onu, başlayır onun səs çıxartmağa. Kəsi'ati ma beynəs səmai vəl ard və onun o genişliyi, o kürsünün genişliyi göylər və yerlərin genişliyi boydadır. Sonra deyir ki: "Haza hadisun sahihul isnad." Hakim Nisaburi ən böyük hədisçilərdən biridir. Deyir ki, bu hədis səhih hədisdir. Sənədində səhih heç problem yoxdur. Və ləm yuxricahu. Amma nə nədir? Buxari, nə də Müslim öz kitablarını nəql etməyiblər. Yəni nəql etməli idilər. Buxarinin də, Müslimin də şərtləri əsasında hədis səhih hədisdir, zəif hədis deyil. Amma gətirməyiblər. Və Osman ibn Amir huve İbnül Yaqzan. Deyir ki, o rivayət edəcəm Osman ibn Umeyrdə İbn Yaqzandır. Deməli, onda hədis Hakim Nisaburi'nin sözünə görə, Buxari və Müslimin şərtlərinə görə səhih hədis heç problemi də yoxdur. Bunların etiqadına görə, yəni Buxari və Müslimin şərtləri əsasında səhih olan hədisə əsasən Allah kürsüsündə oturacaq və kürsü başlayacaq neynəməyə? İnildəməyə, cırıldamağa. Başqa bir rivayət. Allahın ərşi suyun üstündədir. Və kana ərşu aləl maayədir. Yəni dedim kimi, biz və klassik sünnilər deyirik ki, bu ayələr hamıca təvil olsun, başqa mənalar yoz olsun ki, Allahın Allahlığına bir problem çıxartmasın. Amma vəhabilər deyirlər, yox. Ayənin, hədisin zahiri nədir? O cürdə saxlayacaq. İbn Teymiyyə Şərhül Əqidəl Vasitiyyə kitabında 1-ci cüz səhifə 58-də belə deyir: Allahın ərşi suyun üstündədir, Allah da ərşin üstündədir. Və huve ya'lemu ma entum aleyhi. Və o sizin nə etməyinizi hər şeyin bilir. İki hədisun həsən rəvahu Əbu Davud və qeyruhu. Hədis nədir? Həsən hədisdir, yaxşı hədisdir. İbn Teymiyyə hədis qəbul edirəm, mötəbərdir, həsəndir. Bu rivayətlərdən də keçsək, gəlirik dəhk hədislərinə. Allahın gülmək məsələsinə. Bunlar nə üçün oxuyuram bu rivayətlər? Çünki qarşı bəhslərdə ki, oxuyacam rivayətlər ki, filan şeylə öz müşriksiniz, filan şeylə öz müşriksiniz. Gəlin görək, əgər fərz elə bizim gedib məsələn İmam Hüseyin əleyhissalamın ya Əli əleyhissalam qəbrində bir hacətimizi istəmək, nə bilim, ondan şəfa istəmək, pul istəmək, nə uşağımıza xəstəliyinizə şəfa istəmək müşrik olursa, iddiyoz budur ki, Quran-ı Kərimdə ki, və la təd'u ma'allahi əhədən və ennəl məsacidə lillah fə la təd'u ma'allahi əhədə. Məscidlər Allah üçündür, Allahın yerlərində Allahdan başqasını çağırma. Allahdan başqasını çağırdın, müşrik oldun. Niyə? Sən İmam Hüseyin əleyhissalamdan ya Əli əleyhissalam ya xanım Zəhradan hacət istədinsə, onu Allah məqamına gətirdin. Mən imamı Allah məqamına gətirəndə, sənin etiqadına görə müşrik oluram. Amma sən Allahı bir dənə cavan oğlan, qızıl ayaqqabı geyib, saçın belə sallayıb, belə gəzəndə, sən Allahı insana bənzədəndə müşrik olmursan. Əgər müşriklikdə qoy, mən də müşrik olum, sən də müşrik ol. Amma niyə görə sən tohid əhli olsan, mən müşrik? Mən İmam Hüseyin əleyhissalamı Allaha oxşadanda, sənin etiqadına görə ki, Allah yerinə qoyum, ondan bir hacət istəyirəm, oluram müşrik. Sənsə Allahı endirib, cavan oğlan formasına salanda ki, oxuyacaq rivayətlərin belə gülür, hətta deyəcəksin ki, dişləri də görsənirdi, ağzındakı ləhəsi də görsənirdi. Sən Allahı bu günə qoyanda müşrik olmursan. Niyə? Niyə mən müşrik olum, sən müşrik olmursan? Əgər müşriksə qoy, ikimiz də müşrik olaq. Müşrik olmuruqsa, sən müşrik olanda niyə mən müşrik olum? Sən də Allahın məxluqatına bənzəsən, mən də Allahın məxluqatına, mən də bənzətmişəm, mən məxluqun Allaha bənzətmişəm sənin etiqadına görə. Müşrikliksə qoy, ikimiz də müşrik olaq. Müşriklik deyilsə, niyə sən müşrik olmursan, mən müşrik oluram? Səhih Buxaridə 1-ci cüz, səhifə 160, hədisin nömrəsi 806-da. Allahın gülmək məsələsi. Nəysə, filan kəsdən Əbu Hüreyrədən fəyəqullah vəyhək yəbnə Adəm, ma əqdərək. Allah Teala insana deyir ki, ey bəni Adəm, vay olsun sənə, sən necə də, belə deyək də, qəddarsan, yəni hiləgərsən, ya məsələn deyək, qarşı tərəfə zərər vuransan. Əleysə qad a'taytul uhud vəl-mithaq əllə təsələ qeyrəlləzi a'tayt. Məyər səndən əhd almadım ki, sənə verdiyimdən başqa bir şey istəmə. Fəyəqul, ya Rəb, la təcəlni əşqa xəlqik.
İnsan Allaha deyər ki, ilahi, məni yaratdıqların ən belə deyək də bədbəxti eləmə, əşqası eləmə. Fəyədhəkullah. Biz Allah gülür. Allah gülür və izin verir ki, onu cənnətə daxil eləsinlər. Fəyədhək. Allah gülür. Səhih Müslimdə 1-ci cüz səhifə 163-də hədisin nömrəsi 182-də təxminən eyni həmən rivayətdir ki, fəla yəzalu yəd'ullah hətta yadhəkullah. O qədər insan dua elədi ki, Allah məni bağışla, məni bağışla. Axırda Allah Teala dözə bilmədi, hətta yadhəkullah da Allah başladı gülməyə. Təbarəkə və Teala minhu fə izə dahikallah minhu qalə udxulil cənnə. Elə ki Allah güldü, dedi da gir cənnətə. Da məni güldürə bildin. Allah güldü. Yenə deyirəm, bizim o qədər problemimiz yoxdur. Əgər məcazi mənaya yozarsa ki, Allah gülməz, yəni bu məcazi ifadə edir ki, məsələn, ya mələklər gülüb, ya məsələn, deyindi mələklər, məsələn, rəhmət qapıları açıb, neyini, başqa da o tərəfə yozsa problem yoxdur. Amma bunlar deyirlər ki, ixtiyarımız yoxdur. Sözdə, ayədə, hədisdə nə gəlibsə zahirini götürməliyik. Ona görə davamız vardı ki, bunlar hamısı nədir? Şirkdirlər, açıq-aşkar şirkdirlər. Allah gülməz, gülən insandır. Allahın emməsi, qalxmağı. Səhih Buxaridə, deməli, 2-ci cüz, səhifə 53-də, hədisin nömrəsi 1145-də. Əbi Abdullah el-Əğərdən ən Əbi Hüreyrə. Yenə rivayətlərin əksəriyyəti Əbu Hüreyrədəndir, belə deyil, o gülünc rivayətlərin. Ənə Rəsulullah sallallahu aleyhi və aleyhi və sələm qal. Yənzilu Rabbuna təbarəkə və teala kullə leylətin iləs-səma əd-dünya. Hər gecə Rəbbimiz ən aşağı, göyün ən aşağı qatına inər. Göy 7 qatdır, ərşi də 7-ci qatın üstündə idi. Hər gecə sübh azanına yaxın oradan enir, gəlir aşağı, yerə yaxın yerinə, ən aşağı qatına. Hətta yəbqa thuluthəyləyl axər. Ta ki, gecənin 3/2-si qalan vaxta qədər orada qalar. Yəqulu mən yəd'uni fəəstəcibu ləh. Kim məni çağırır ki, ona cavab verim? Mən yəsəluni fəuti. Kimdir məndən istəsin ki, ona əta eləyim? Mən yəstəğfiruni fəəğfiru ləh. Kimdir bağışlanmaq istəsin ki, onu bağışlayayım? Ki, Allah Teala enir ərşindən, gəlir aşağı. Onda o 6 qat qaldı Allahsız. Gecənin əvvəlində yuxarıdaydı, endi gəldi aşağı. Eyni həmən rivayət Səhih Müslimdə də gəlibdir. 1-ci cüz səhifə 521-də hədisin nömrəsi 758. Eyni həmən sözdür. Yənzilu Rabbuna təbarəkə və teala kullə leylətin ləs-səmai dünya. Hər gecə Rəbbimiz enir gəlir ən aşağı, göyün ən aşağı qatına və orada deyir ki, kimdir məndən istəyən ki, mən onu əta eləyim, ya bağışlayayım, ya falan şey verim. Birdən deyər ki, bəlkə vəhabilər qəbul eləmir. İbn Teymiyyə də eyni həmən sözü gətirib kitabında. Minəl Əqidəl Vasitiyyə kitabında, Mətnül Əqidəl Vasitiyyə kitabında, yəni Fəslul İmam bi Sünnəti Rəsulillah İbn Teymiyyənin Əqidəl Vasitiyyə kitabı 1-ci cüz səhifə 56-da yenə həmən rivayəti gətirir. Yənzilu Rabbuna ləs-səmai dünya kullə leylətin hinə yəbqa thuluthəyləyl axər. Eyni həmən yuxarıda demişik. Sonra deyir ki, muttəfəqun əleyh. Bu rivayət bütün alimlər arasında muttəfəqun əleyh. Yəni İttiham eləməzlər ki, bu rivayəti nəql eləmişik, qəbul eləmir, yox. İbn Teymiyyə ki, biz qəbul edirik, muttəfəqun əleyhdir rivayət ki, Allah enir. Yəni həqiqətdə enir, gəlir onların nəzərinə görə. Daha məsələn deyək, gülünc rivayətlərindən biri. Həqq rivayəti. Həqq sözü ərəb dilində bu qayış bağlanan, belum qayış bağlanan yerinə deyərlər. Səhih Buxaridə Muhammed sallallahu aleyhi və səlləm surəsinin təfsirində və təqattav ərhaməkum ayəsinin təfsirində, yəni 6-cı cüz, səhifə 134-də, hədisin nömrəsi 4830-da. Səhih Buxarıda da bunların ən mötəbər kitabıdır, dana bilməzlər. Əbu Hüreyrədəndir. Elə ki, Allah Teala məxluqatın xəlq elədi, qurtardı. Allah Teala məxluqatın xəlq edib, qurtarandan sonra qohumluq əlaqəsi bir formaya düşdü, neynədirsə, əl atdı, yapışdı Allahın həqqindən, bu qayış bağlanan yerindən. Rəhim, yapışdı Allahın, Rəhmanın həqqindən. Allahın saçı var, Allahın tüksüz oğlan uşağı kimi üzü var, ayaqları var, ayağın, nə bilim, nə'leyni var, nə bilim, qıçı belədir, nə bilim, başı belədir, gülür, yəni qabada oxuyacaq ki, qıçın üstünə qoyub onu da oxuyacaq. Yaxşı, bu Allah ilə insan nə fərqi oldu?
Yəni bu Allahla mənim nə fərqim oldu? Mənim başım var, onda başı var. Mənim əlim var, onun qıçı var, onun məndə qıçım var. Onun nə bilim dodağı var, məndə dodağı, onun gözü var, məndə. Onda nə oldu bu Allah? Axı Allah Quranda deyir ki, leysə kəmisli şey, o heç nəyə bənzəməz. Və ləm yekun lehu kufuven ahad. Heç bir şey onun bərabəri, misli ola bilməz. Onda mən də onun bərabəri oldum, mənim də gözüm var onda. Dərhal deyirlər ki, onun başı var, amma bilmir necə. Nə gözü var, bilmir necə. Yəni başlayırlar fırlatmağa. Nəysə, deyir ki, elə ki, Rəhmanın həqvindən yapışır o ortasından, qayış bağlanan yerinə yapışır. Fəqalə ləhu məh, deyir, dayan. Qalət, həzə məqamul aizi bikə minəl qatiyə. Deyir ki, bu, sənə qatiyədə, yəni qırılmaqdan sığınan bir varlığın yalvarışıdır, belə deyək. Qalə əla tərdaynə əslə min vəsələk. Sən razı deyirsən ki, sən kim qovuşdursan, mən də ondan öz rəhmətimi qovuşdurum və əqta mən qataq, kim səndən qırılsa, mən də qırım onu. Bu ayəni oxudu. Xülasə bizə lazım olan bu hissəsi idi ki, qohumluq əlaqəsi bir formaya düşdü, yapışdı Allahın qayış bağlanan yerindən ki, məni tək qoymayacağım bu insanlar. Nədir ki, onda kim səni birləşdirəcəm, mən də onu birləşdirəcəm, qırsa qıracam. Məcazi mənanın gələn ifadə problemi yoxdur. Məcazi, yəni Allah Taala istəyir ki, bəyan eləsin ki, qohumluq əlaqəsi çox mühüm şeydir. Olar. Amma bunlar qəbul eləməyirlər. Dava onun davasıdır. Deyirlər, nə gəlibsə hədisdə sözün zahir bilsin ödəcəkdir. Gərək qəbul olsun və heç bir məcaza, təşbiyə yozmadan. Deyib, onda Allahın o qayış bağlanan yeri var. Əl atıb qayışından belə həqqvindən tutmuşmuş bu hissəsindən belə. Demiş, tez ol mənim haqqımı verəcəm. Allahın ki, azı dişləri və bu boğazın dalında dilciyi var. Ona ərəbdə ləhə deyirlər, ləhə. Belə sallanan ət yoxdur belə. Allahın dişi də var, ləhəsi də var. Bunların hədislərinə görə. Təbəri öz təfsirində və in minkum illə variduha hədisin və ayəsin şərhində 15-ci cüz səhifə 604-də qal fəyadhək hətta təbdu ləhəvatuhu və adrasuh. Allah Taala güldü, hətta azı dişləri görsəndi Allahın və nəyi görsəndi? Boğazında dilçəyi görsəndi. Dilçəyi və azı dişlər görsəndi. Darqutni də həmən rivayəti nəql eləyir Peyğəmbər sallallahu aleyhi və aleyhi və sələm. Təbii Peyğəmbər deməyib, özlərindən Peyğəmbər böhtan atırlar. Peyğəmbər belə söz deməz. 1-ci cüz, səhifə 163-də, hədisin nömrəsi 50. Fəyəqul hətta nənzura iləyk. Əgər istərsək hədisi tam oxuyam, ola bilsin, bəlkə deyirlər, söhbət nədən gedir? Söhbət bundan gedir. Deyir ki, əxbərəni Əbu Zübeyr ənəhu səmiyə Cabirən yusəl anil vurud. Cabir ibn Abdullah el-Ənsaridən soruşdular ki, məhşərə varid olmaq necə olacaq? İnsanlar necə gələcək məhşərə, necə varid olacaq? Qal, nəhnu yevmun əl-qiyamə əndə ki, nəhnu yevmul qiyaməti əla kəza və kəza. Unzur əy zalikə fəvqən nas. Deyir ki, əlim belədir, biz insanların hamısından yuxarıdayıq. Əzalike fəvqən nas. Qalə fətud'al umam bi awsaniha. Bütün ümmətlər öz bütləri ilə çağırılacaq və ma kanət təbudu. O şey ki, ona ibadət eləyin, danasından, bütündən, hər kəsəni Allah Taala əmr eləyəcək ki, ibadət elədiyi şeylə gətirin. Biri dana ilə gələcək, birinə bütünə gələcək, birinə bilmə ilə gələcək. Əl-əvvəlu fəl-əvvəl. Yəni Adəm əleyhissalamdan başlayır, özü bu tərəfə hansı bir ümmətlər gələcək. Thumma ya'tina rabbuna. Ən axırdakı biz Muhammed ümmətiyiz sallallahu aleyhi və aleyhi və səlləm. Thumma ya'tina rabbuna azza və cəl ba'də zalik. Sonra Allah Taala özü gələcək. Fəyəqul mən təntəzirun. Nəyi gözləyirsiniz? Fənəqulu nəntəzir rabbuna. Hər kəsin öz Allah ilə gəlir. Biz Allahsız qalmışıq və bizim də Allahımız gələcək. Gör necə düşük hədislər düzəllər. Biri bütü ilə gəldi, biri danası ilə gəldi, biri günəşi ilə, biri hər bir şey ibadət ilə gəldi. Biz Muhammed ümməti boynumuzu dikmişik, qalmışıq, heç kəsimiz yoxdur. Allahımız yoxdur axırla bizim yanımızda. Bizə deyirlər Allahınızla gəlin. Allah gələcək, deyəcək, siz nəyi gözləyirsiniz? Mən təntəzirun, fənəqulu nəntəziru Rabbənə əzzə və biz də öz Allahımızı, Rəbbimizi gözləyirik. Fəyəqulu əzzə və cəl ənə Rabbukum, mənəm sizin Allahınız. Fəyəqulun hətta nənzura iləyk. Deyəcək ki, müsəlmanlar deyəcək ki, yox, gəl biz sənə baxaq, tanıyaq. Fəyətəcəllə ləhum təbarəkə və təala. Yadhək. Allah Taala özünü göstərəcək, gülən halda göstərəcək. Sonra deyir ki, səmi'tun nəbiyyə sallallahu aleyhi və aleyhi və səlləm yəqul hətta təbdu ləhatuhu və ədrasuhu. Elə güləcək ki, müsəlmanlar Allahın dişlərini də görəcək, boğazında sallanan əti də görəcək. Allahın əti də var, boğazı da var. Boğazından ət də sallanır, dişləri də vardır. Görəcək də Allahsız qalmış, gəlib özünü özünə göstərəcək ki, mən də sizin Allahsızam, götürün məni aparın özünə.
Bu hədisdən sonra bu cür sözlərdən, bu cür iğrənc sözlərdən sonra ki, Allah nisbət veriblər. Necə müsəlmanları ittiham eləsinlər ki, siz müşriksiniz. Siz qəbrini ziyarət edən müşrik, amma sən Allaha ağız, qıç, dodaq, ləhə, diş bu cür iğrənc sözlər nisbət verəndə o şirk olmur, amma mən imamdan bir şey istəyəndə oluram müşrik. Bir dənə də rivayət oxuyum. Allah oturub, qıçını qoyub qıçının üstünə. Qazi Əbu Ya'la İbnül Fərra İbtalu Təvilat kitabında 1-ci cüz səhifə 187-də, hədisin nömrəsi 179-da. Ən Qətadət ibn Nu'man qalə səmi'tu Rasulullah sallallahu aleyhi və alihi və səlləm yəqul innəllah ləmmə fərəqə min xəlqihi istəva alə ərşih və istəlqa. Allah Teala da elə ki məxluqatını düzəltdi, qutardı, oturdu ərşini, sonra istəlqa, belə rahatlandı, o qədər yorulmuşdu. Euzubillah, nəstəciru billah. Oturdu ərşinin üstündə və rahatlandı, özüm belə yaymaladı o ərşinin üstündə və istəlqa və vada'a ihda ricləyhi aləl-uxra. Bir qıçını da qaldırdı, qoydu o birisinin üstə. Və qalə innəha la təsluhu li bəşər. Bu işləri bəşər eləyəmə. Bu mən Allah idim, bu məxluqatı yarada bildim. Heç kəs də bunu eləyə bilməz. Qıçını da belə qaldırdı, qıçının üstə qoydu, belə rahatlandı. Estağfurullah Rəbbi və ətub. Əlidən uzaq düşmək, övladı əlidən uzaq düşmək insanı bu günə qoyar. Eyni həmən bu rivayəti başqa bir formasında deyir ki, səəltu əynə Rabbuna və huvə aləl ərşil azim muttəkün vadiən ihda ricləyhi aləl uxra deyir. Allahın yeri barəsində soruşdum, dedi ki, o ərşinin üstündədir, oturubdu, söykənib ərşinə və bir qıçını qaldırıb o bir qıçının üstünə qoyubdu. Allahın qıçı və ayağı olmaq məsələsi. Və təqulu həl min məzid ayəsində Quran-ı Kərim buyurur ki, Allah Teala cəhənnəmə xitab eləyəcək, deyəcək ki, doydunmu? Deyəcək, həl min məzid və təqulu həl min məzid. Yenə varsa ver. Bu ayədir, Qaf surəsində. Həmən ayənin təfsirində Səhih Buxaridə 6-cı cüz, səhifə 138-də, hədisin nömrəsi 4848-də. Ən Ənəs ənin Nəbi sallallahu aleyhi və aleyhi və sələm qal, yəlqa finnar və təqul, həl min məzid, Allah Teala cəhənnəmlə qarşılaşarsan, yəlqa finnar və təqul, həl min məzid, cəhənnəm deyəcək, yenə də varmı? Hətta yada'u qədəməhu fətəqul qat. Allah Teala görəcək, cəhənnəm doymur, mübarək ayaqlarının o şap-şapil ayağı ki vardı, nələyinin ayağı üstündə də belə nə şəkil vardı, kəpənək şəkildə şap-şapil ayağını salacaq cəhənnəmə, mən demirəm, Buxari deyir. Hətta yada'u qədəməhu, Allah Teala gətirəcək, görür cəhənnəm doymur, elə istəyir ki, məndələr hamısını yandırsın, ayağını salacaq cəhənnəmə, fətəqulu qat, da bəsimdir. Buxari deyir, ən mötəbər kitablar. Yenə zəif olsa deyərsən, bəlkə zəif kitabdır. Buxari hamısını qəbul edir. Yəni deyirəm, məcazi ifadə ilə problemimiz yoxdur. Yəni Allah Teala rəhməti ilə söndürəcək odur, deyəcək bəsimdir. Əgər yozsa başqa mənasında problemi yoxdur. Amma deyirlər, yox, yozmaq olmaz. Nə varsa odur. Yəni Buxari həmən babda, həmən cilddə, həmən səhifədə hədisin nömrəsi 4849. Yəni sonraki hədisdə eyni həmən məzmun deyir ki, Əbu Hüreyrədən nəql eləyir. Əbu Hüreyrə rəfəhu və əksərə ma kana yufiqu Əbu Sufyan yuqal li cəhənnəm həl imtələti, Allah Teala cəhənnəmə əmr eləyəcək, doydun, doldun və təqulu həl min məzid, yenə varmı? Fəyədəu Rəbb təbarəkə və teala qədəməhu aleyha, Allah Teala ayağını gətirib qoyacaq o cəhənnəmə, fətəqulu qat deyəcək, bəsdi, doydum, bəsimdir. Deməli, onda Allah Teala öz qıçı ilə gətirib salacaq cəhənnəmə, ondan da cəhənnəmi söndürəcək.